Sizləri dövlət strukturlarında işləyən Azərbaycanlılarla tanış etmək yetərincə məsuliyyətli işdir. Məsuliyyəti üzərimizə götürdük və bu insanlar haqqında süjetlər silsiləsi hazırladıq. Düşünürük ki, Gürcüstan Azərbaycanlıları onları dövlət strukturlarında təmsil edən həm yerlərini tanımalıdırlar. Silsiləmizə Marneuli rayonun Qamqibeli müavini Hüseyn Yusibovdan başlamaq qərarına gəldik. Hüseyn müəllim Marneuli Qamqibelisinin birinci müavinidir və bu yüzdən Marneuli rayonunda görülən və görüləcək işlər əsasən onun üzərinə düşür. Hüseyn müəllim siyasətə öz kəndlərində keçirilən bələdiyyə seçkilərində iştirak etməklə gəldi. Böyük Muğanlı, Kürdlər, Baydar, Lejbədin, Xutor, Lejbədin o kəndlərin əhalisinə minnətdarlığımı bildirmək istəyirəm ki, mənim siyasətdə ilk addımımı o xalq doğrudan ürəkdən dəstəkləməsəydi, yəqin ki, bir siyasətdə olmazdı. O xalq məni ruhlandırdı ki, biz siyasətdə ola bilərik. Və ondan sonra mən kənd Sovet sədrinin müavini seçkilərdən sonra oldum. Sonra kənd Sovet sədri oldum. Sonra rayon bələdiyyəsinin sədri oldum. Və bu işlədiyimiz vəzifələr hamısı demək olar ki, seçkili orqanlar olubdur. Hüseyn müəllim düşünür ki, insan dövlət işində işləyərkən xalqa daha bağlı olmalıdır. Axı biz xalqın istəyi ilə bu vəzifəyə qədər gəlmişik və onlara xidmət etməliyik, deyir. Qamqibeli müavini təyin olunduqdan sonra əhali ilə əvvəlkindən daha tez-tez görüşləri olur. Hər halda onun qəbuluna gələn vətəndaşların şahidi özümüzdə olduq. Hər bir vətəndaşın probleminə fərdi yanaşmağa və qanun çərçivəsində problemin həll olunmasına çalışdığını söyləyən bu insan problemlərin həll yolunu əhali ilə birgə işləməkdə görür. Bilirsiniz ki, rayon böyük rayondur, 150 minə qədər əhalisi var, 80 kənd var. Hər kəndin özünə məxsus problemləri var, hər kəndin özünə məxsus çətinlikləri var. Marneuli rayonu Gürcüstan ərazisində müəyyən rolu olan bir rayondur. Burada bir zamanlar kənd təsərrüfatı sahəsinin inkişafı ilə yanaşı iqtisadi sahədə yetərincə inkişaf etmişdi. Dövlətimizin keçid dövrü yaşadığı müddətdə digər yerlərdə olduğu kimi burada da həyat sanki dayandı. Bütün müəssisələr, iqtisadi və qeyri-iqtisadi obyektlər məlum səbəblərdən öz işlərini dayandırdılar, iflasa uğradılar. Bu bütün rayonun iflic vəziyyətə düşməsinə gətirib çıxartdı. 90-cı illərdən sonra miras kimi dağıdılmış infrastruktur, maaşsız, təqaüdsüz əhali qaldı. Artıq 4-5 ildən artıqdır ki, bu problemlərin əksəriyyəti həll olunub. Lakin problemlər hələ də var. Problemlərin həllində isə yerli bələdiyyənin çox böyük rolu var. Biz keçən il rayonun ərazisində 200 kilometrə qədər suvarma kanallarını işlətdik. Bir 200 kilometrə qədər də bu il işlətmək planlaşdırırıq. Mən sizi inandırım ki, keçən ilə qədər hər yay demək olar ki, 2 gündən bir, 3 gündən bir hər hansı kəndlərin əhalisi, bütün kənd əhalisi tökülərdi, gələrdi bu rayon aparatının qabağına su problemi ilə əlaqədar, suvarma suyu ilə əlaqədar. Bu yay artıq o olmadı. Çünki əsas kanallar 200 kilometr işlənildi. Hüseyn müəllim bələdiyyə nümayəndəsi kimi bildirir ki, indiyənə qədər bir çox iş görülür və bundan sonra da bu işlərə ciddi təkan veriləcək. Hüseyn müəllimin təşəbbüsü ilə bu il rayon Qamqibasının büdcəsindən Marneuli rayonundan ailələrində cari ildə Gürcüstan ali məktəblərinə qəbul olunan tələbələr olanlara müəyyən yardımın edilməsi üçün məbləğ ayrıldı. Düşünür ki, gələcək nəslin təhsilinə ayrılan diqqət böyük və effektli sərmayədir. Ölkənin inkişafında Azərbaycanlıların rolunun böyük olduğunu da bildirir. Biz gələcəyi belə görürük ki, Marneuli rayonunda yaşayan hər bir Azərbaycanlı bu gün Tiflisdə yaşayan əhali qədər qaynayıb qarışmalıdırlar ölkənin ictimai-siyasi həyatına və o ictimai-siyasi həyata nəinki qaynayıb qarışmaq, orada aparıcı rollarda olmalıdırlar. Orada bir ölkənin gələcəyi naminə, deməli, dövlətçilik naminə bizim Azərbaycanlıların da öz iştirakı olmalıdır. Əlbəttə, bir süjet çərçivəsində insan haqqında tam məlumat çatdırmaq mümkün deyil. Bacardığımız qədər sizləri Hüseyn Yusibov ilə tanış etmək istədik. Söhbətimizin sonunda Hüseyn müəllim bildirdi ki, onun Azərbaycanlı olması onun iş cavabdehliyini 1-ə 2 artırır. Bilək ki, o öz xalqını təmsil edir. Azərbaycanlı olaraq yaşadığı dövlətin mənafeyini qorumağa, gələcək nəsil üçün firavan şərait yaratmaq üçün mübarizə edir. Onun devizi isə daim əhali ilə təmasda olmaqdır.